Bismillahirrahmanirrahim. Salam əziz izləyicilər. Həzrət Peyğəmbər salavatullahdan belə bir hədis var. Məşhur bildiyiniz hədisdir. Buyurur ki, Əfzəlu ə'mali ümməti intizarul fərəc. Buyurur, mənim ümmətimin ən üstün əməli intizarul fərəc, fərəcin gözləməkdir. Yəni İmam Zaman əleyhissalamın zuhurunu gözləməkdir. Bilirsiniz, bu hədisi bir neçə cür izah etmək olar. Ümumiyyətlə, intizarın fəlsəfəsini bir neçə formada izah etmək olar. Bir irfani yanaşma var. Nə üçün biz İmam Zamanın intizarında olmalıyıq? Bir yanaşma budur ki, mən həmin o irfan yanaşmanı deyəcəm qısa bir çəkilişdə. Baxın, biz Allahdan uzaq düşmüşük. İnsanın bu dünyaya gəlməsi, maddi bir dünyaya gəlməsinin mənası budur ki, yəni insan Allahdan uzaq düşdü. Bəs insan neyini? İnsan mənəvi yüksəliş, təkamül etməyə başlayır. Allah Quran-ı Kərimi göndərir ki, peyğəmbərlərini göndərir ki, onların vasitəsilə Allahın dediklərinə əməl etsin və Allaha tərəf qalxsınlar. Allahdan uzaq düşmüşlər, Allaha yaxınlaşsınlar. İnsan Quran-ı Kərimə əməl etməklə, insan Peyğəmbərin buyruqlarına əməl etməklə, əslində Allah insana bir yol göstərir ki, mənim bəndəm, sən öz diyarından uzaq düşmüsən, doğma vətəndən uzaq düşmüsən və dini göndərməklə məqsədin budur ki, səni özümə tərəf çəkim, səni yol göstərirəm. Yəni, gəldiyin yerə təzdən səni qaytarıram. Bir xəritədir. Bir xəritədir, xəritəni sənə göndərirəm Quran-ı Kərim olaraq, onun vasitəsilə mənə qayıdacaqsan. İnsan maddi dünyaya gəlir, bir tərəfdən Allahdan uzaq düşür. İndi xəritə nədir? Xəritə məsumlar, Allah Peyğəmbərini, imamlarını göndərir ki, onların vasitəsilə biz təzdən öz doğma vətənimizə qayıdaq. Və imamların qədrini bilmirlər, imamları şəhid edirlər. Gəlir sonda İmam Zaman əleyhissalamın dövrünə çatır, Allah İmam Zamanı qeybə çəkir, bizdən, insanlardan uzaqda saxlayır. İmam Zaman bir xəritədir, Allaha tərəf gedən bir yol idi. Biz Allahdan onsuz da uzaq düşmüşük, üstəlik gəlib İmam Zamanın özündən uzaq düşmək. O yol ki, onun vasitəsini Allaha tərəf gedə bilərdik. Ondan uzaq düşməyin özü insana ikinci bir qəmi, insana ikinci bir kədəri gətirir. Mən Allahdan uzaq düşmüşəm. Allahdan uzaq düşdüyümə görə məndə bir kədər var. Allah dini göndərir ki, onun vasitəsini ona tərəf qaydaq, öz doğma vətənimizə qaydaq. Allah İmam Zamanı göndərir, İmam Zamanın qədrini bilməyəndə Allah İmam Zamanı bizdən alır, ümmətdən alır və insanda ikinci bir ayrılığın dərdi gəlir. Allahdan ayrılmışam, bu bir qəm. İmam Zamandan ayrılmaq, xəritə, Allaha aparan bir yoldan ayrılmaq, bu ikinci bir qəm. Və Peyğəmbər deyir, ümmətimin ən üstün əməli intizardır, intizar, İmam Zamanın intizarında olmaq. Əslində biz onun intizarında olmaqla biz bir qəmmimizi göstəririk, kədərimizi göstəririk ki, İlahi İmam Zamanı gözləyirik, onu bizə yetir. Ona bizə qaytar ki, biz bu qəmdən qurtaraq və sənə tərəf gələk, sənə qovuşa bilək. İlahi biz İmam Zamanı istəyirik ki, İmam Zamanı istəməklə bütün cəmiyyətinin qəminin, kədərinin aradan getməsini istəyirik. Peyğəmbər deyir, ən üstün əməl budur. Ona görə ki, budur ki, İmam Zaman o qəmləri aradan aparar. Allahdan ayrılıq olan qəmini aradan apara bilir. İmam Zaman onun üçündür. Və kim bu intizarda olarsa, ümmət bu intizarda olarsa, başqasının ayrılıq qəminin aradan getməsini istəyər. Həmçinin özünün ayrılıq qəminin aradan getməsini istəyər. Və bu olduğu təqdirdə biz Allaha qovuşarıq. İmam Zamanın intizarında olmanın mənası budur ki, ilahi, bizi və başqa dostlarımı, tanışlarımı, cəmiyyəti İmam Zamana qovuşdur. Mənası budur. Yəni, həm özünün və özündən əlavə başqalarının dərdini çəkməkdir, başqalarının ayrılıq dərdini çəkməkdir. Ona görə Peyğəmbərimiz deyir ki, ən üstünə əməl odur və o əməl vasitəsini siz Allaha qovuşa bilərsiniz və başqalarının dərdini çəkirsiniz. Sizə bir fədakarlıq
ruhiyyəsi olur. Bu gün İmam Zaman əleyhissalamın Mövlud günüdür. Hər birinizi bu Mövlud münasibətilə təbrik edirəm. Allah bizi İmam Zamanın həqiqi gözləyənlərdən qərar versin, onu həqiqi sevənlərdən qərar versin.